Bu dəqiqə elə bir dövrdəyik ki, yüzlərlə ixtisasdan minlərlə məzun var. Düşünürük ki, artıq tətil bitdikdən sonra sentyabr aylarının əvvəlində onlar kütləvi şəkildə işlərə müraciət edəcəklər. Onlar bu müxtəlif sahələrdə müxtəlif adlar görür, sertifikat adları görür. Beynəlxalq standartlar üzrə, məsələn ISO 9001, 27001, müxtəlif metodologiya adları görür, Scrum, Agile. Onlar bunu hardan öyrənməlidirlər? Ümumiyyətlə, öyrənməyə hardan başlamalıdırlar? Aha, bəli, araşdırmalarda kütləvi informasiya çıxır. Biz keçən dəfə bir yoldaşla danışırdıq, o deyirdi ki, süni intellekt işləri asanlaşdırıb. Amma bizim şirkətdə bu tamamilə başqa cürdür. Bizim şirkətdə bu işləri daha da artırıb, qəlizləşdirib. Çünki informasiya çoxdur və biz kütləvi şəkildə o informasiyalara hücum etmək məcburiyyətinə qalırıq. Həmin tələbə də bizim yaşadığımızı yaşayır. O da araşdırır, en qədər, əlbəttə ki, karyera inkişafı üçün ixtisası ilə bağlı yüzlərlə məsələ çıxacaq. Mənim tövsiyəm nədədir? O, onlardan birini seçsin və onun üzərindən bir araşdırma aparsın. Tam gününü ona sərf eləsin və baxsın, görsün o nə olan şeydir. O, Azərbaycanda varmı, onu axtaran varmı? Onun kursunu keçirlərsə, demək ki, o sahədə tələb də var, vakansiya da var. Kursunu tapa bilmirsə, demək ki, orada bir sıxıntı var. Məsələn, biz ISO standartları üzrə xeyli, 12 ildən artıqdır ki, bütün həyatımızı qoymuşuq və onu bir xeyli araşdırmışıq. Məsələn, mən hər bir gəncə tövsiyə edirəm ki, orada siz saydınız, ISO 9001, 27001 informasiya təhlükəsizliyi, Scrum, Agile və s. Mən tövsiyə edirəm ki, bütün idarəetmə proseslərinin açarı birinci ISO 9001-dən keçir. Yəni, idarəetmənin keyfiyyəti necə olmalıdır? Bu alqoritm özündə başa düşən bir gənc, bir mütəxəssis. O çox gözəl aydın olur ki, şirkətdə hansı işlər baş verir. Və o işləri təkmilləşdirmək üçün mənə hansı alətlər lazım olacaq. Ondan sonra o, sanki bir ağacın budağıdır, köküdür. Kökünü öyrənəndən sonra budaqları araşdıra informasiya təhlükəsizliyinə marağı var, sonra gedə bilər. ISO 10002 var, müştəri məmnuniyyəti üzrə gedə bilər. ISO 31000 var, risklərin idarə olunması üzrə gedər. Bu, en qədərdir, bunu saysaq vaxt çatmaz. Amma düşünürəm ki, birinci, çünki mən də karyera sıçrayışımı o ISO 9001 öyrənəndən sonra tək mən yox, bizim təlimlərdə olan əksər şəxs bunu təsdiq edə bilər. ISO 9001-dən sonra ciddi şəkildə bir sıçrayış olub. Məncə, o yolu davam eləsələr, ən azından təsdiqini tapıb, məncə daha uğurlu ola bilər.